Verilişin baş sponsoru Kalsi D3 Nikamedi. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sport'a baxırsınız. Ay Həkim efirdədir. Studiyada doktor Tutu Zeynalovadır və bugün biz müalicəvi idmandan danışacağıq. Bugün fizioterapiya və idmanın həyatımızdakı və xəstəliklərin müalicəsindəki rolundan danışacağıq. Reabilitasiyada idmanın rolu nə yerdədir? Əslində biz idman etməyə biraz ərinirik, tənbəlik. Amma müəyyən xəstəliklərdən sonra doğrudan da müalicəvi idman həyat qurtarıcı olur. İstənilən halda həkimimiz bu haqda daha dəqiq və dolğun bizə məlumat verəcək. Həkimimiz, idman həkimi, fizioterapevt doktor Fərid Səlimov studiyamızdadır. Xoş gəlmisiniz. Çox şadam sizi görməyimə, Fərid doktor. Və biz bugün tibb çox inkişaf edib, texnologiya çox inkişaf edib, artıq süni intellekt hər yerdə istifadə olunur. Amma hələ də belə deyək, Türkiyə çarələrlə, o nənələrimizin, babalarımızın bizə ötürdüyü vasitələrlə biz müalicə olunmağa çalışırıq. Misal üçün, soyuq dəymə olanda banka qoyuruq, nə bilim, ayağımız burxulanda kartofu bükürük, soyuq şəkildə istifadə edirik, nə bilim, ət qoyan var, kələm, bağa yarpağı və s. Bax, istərdim bu hələ də varmı? Hələ də rastlaşırsınız belə hadisələrlə ki, həkimə gələnə qədər bütün bu vasitələrdən istifadə edirlər? Təəssüf ki, ilk növbədə salamlayıram hamını, mənə də xoşdur iştirak etmək burada, var olasınız. Təəssüf ki, bu tendensiya hələ də davam edir və mən paralel olaraq tibb universitetində də dərs deyirəm. Keçən dəfə tələbələrə bu haqda bir məlumat verəndə ki, dayaq hərəkət aparatında zədə olanda nə etmək lazımdır? Biri əlini qaldırdı ki, mən yaxşı bir dənə metod bilirəm. Bəli, həmin metod soruşdum ki, nədir? Başladı deyir ki, ət qoymaq. Biri dedi ki, müəyyən bir piyi yerləşdirmək falan. Deyirəm ki, sizlər həkimlərsiniz. Yəni, siz biraz fərqli yanaşmalısınız. Bu belə olmalı deyil. Və ət qoyana məlumat verəndə ki, sadəcə buz qoyanda bəs eləyir və əti ona görə qoyuruq ki, o soyuqdur, prinsipi budur, ondan sonra aydınlandı. O elə bilirdi ki, əti yerləşdirəndə bir fərqli nələrsə olacaq orada. Əslində isə sadəcə buzun effekt buza görədir orada, soyuğa görədir. Əti soyucudan çıxardırıq, buzluqdan. Buzlu olduğuna görə o orada effekt verir. Yəni, adi buz qoysaq da kifayət qədər... Bəli, adi buz qoymaq və müasir soyuducuların hamısında buz yuvaları vardır. Və bu soyuducuda onsuz yer tutmur və həmişə də məsləhətdir ki, onu su ilə doldurub saxlamaq. Çünki əlimizin altında soyuq nəyinsə olması həmişə yaxşıdır. Zədə olan kimi ilk buzu qoyuruq. Buzu, məsəl üçün, kişi dərisini birbaşa yerləşdirmək olar. Qadın dərisi daha həssas olduğu üçün həmişə bir parçanın üzərindən yerləşdirmək daha yaxşıdır. Çünki çox vaxt insanlar yarım saat və ya daha çox müddət buz qoyub saxlayırlar və sıxırlar, bağlayırlar. O da orada açıq yara, buz yarası əmələ gətirir, donvurma əmələ gətirir əmələ başlayır. Bəs buzu onda qadınlar mütləq parçanın üstünə qoymalıdırlar, kişilər isə birbaşa dəriyə qoya bilər. Birbaşa da qoya bilər. Bəzi həssas kişi dəriləri var, yəni ümumiyyətlə dəri həssasdırsa, parçanın üzərindən qoyulsa daha yaxşıdır. Maksimum nə qədər saxlamaq olar buzu dəridə? Hər hansı bir protokol yoxdur buna uyğun. Müxtəlif fikirlər var. Məsələn, mənim yanaşmam elədir ki, 10 dəqiqə buz, 15 dəqiqə istirahət. 10 dəqiqə buz, 15 dəqiqə istirahət. Bunun daha effektiv olur. Bəli. Bunu gün ərzində 4-5 dəfə eləyəndə həm ağrının azalmasına kömək eləyir, həm fəsadın çox olmamasına kömək eləyir, həm də ki, oradakı ödəm əmələ gəlir. Ödəmin çəkilməsinə kömək eləyir. Birdən yadıma düşdü ki, mənim evimdə buzluqda zəncəfillə limon püresidir. Gərək birini boşaldım, su eləyim. Bəs digər, misal üçün, streçlə bağlamaq yöntəmi də bir ara dəbdə idi, indi bilmirəm. Hətta indi də var, qarşıma çıxır sosial mediada ki, qarını streçlə bağlayırlar, güya bu piyləri əridir, nə bilim, belə vasitələr istifadə olunur. Niyə, mənə sizə maraqlıdır, niyə bu vasitələr, həkimə deyil də bu vasitələrə inanırlar və yaxud bəlkə doğrudan da effekt görürlər. Mən başa düşürəm ki, bu güman ki, plasebo effektidir. Çünki onlara elə gəlir ki, bu məsələni həll edir və buna inandıqları üçün doğrudan da simptomların yüngülləşdiyini hiss edirlər. Yoxsa başqa məsələlər də var?
Düşünürəm ki, əslində gözəl məsələləri vurğulayırsınız. Burada maarifləndirmə çox vacibdir. Təəssüf ki, xurafat dediyimiz yalançı bir məlumatlar var ətrafımızda və insanlarımızın təəssüf ki, məlumatları az olduğu üçün onlara daha çox inanır. Bəli, stresslə bağlayıb məşq eləyəndə və ya şəhərdə falan görürsünüz kimsə hava keçirtməz bir kurtkalar geyinir, onunla başlayırlar qaçmağa. Bu effekt verir. Nəyə görə effekt verir? Bədəndə olan suyu çıxardır. Hansı ki, bu bizə lazım deyil. Bu səhv bir yöntəmdir. Bizə lazımdır ki, bədəndə suyu saxlayaq, əksinə piyi əridək, yağı əridək, digər üsulları əridək. Fikrimizi izah edə bilirəmmi? Su bizə çox vacibdir. Hətta təəssüf ki, döyüş idman növlərində çəki kateqoriyasında ölçmə məsələlərindən əvvəl, orada ölçü günü olur, ölçü gündən əvvəl bədəndən su çıxardılır. Bu qətiyyən düzgün bir şey deyil. Deyirlər suşqadayam, belə bir ifadə də var onlardakı, su dəyişməyəcəm ki, tərəzidə o rəqəmi görür. Atalar sözümüzdə belə var ki, deyək ki, canlı suludur. Belə bir söz var yəni. Bu su bizim üçün çox vacibdir və belə bir cavanlıq göstərir. Təbii ki, 70% sudan ibarətdir. Necə vacib olmaya bilər? Eynən. Maraqlıdır. Təəssüf ki, belə üsullar var. Müasir reabilitasiyada idman həkimi olaraq hansı çətinliklərlə qarşılaşırsınız? Çünki biz biraz fərqli yanaşırıq. Gedirik reabilitoloqun yanına, deyək ki, yenə də idman elətdirdi mənə. Elə onu gedib trenajördə özümdə eləyərdim, zalda eləyərdim və s. Bu reabilitasiya məşqi ilə trenajör məşqinin fərqi nədir? Hansı hallarda hansı daha effektivdir və lazımdır pasiyentə? Təşəkkür edirəm suala görə. Çox gözəl bir məsələdir. Bu ən böyük rastlaşdığımız problem məlumatsızlıqdır. Məsəl üçün, mən idman həkimiyəm, amma dövlətdə idman həkimi ştatı məsəl üçün yoxdur. Yəni, inkişaf var, amma hələ ki, qurumlar müəyyən qədər gedib çata bilmir ora. Belə bir problemlər var. Ondan əlavə, ümumi dünyada dəhşət ixtisaslaşma gedir, darlaşma gedir. Dar ixtisaslaşma. Bəli, dar ixtisaslaşma gedir və ümumi vəhdətdə baxanda alınmır məsələ. Fikrimi izah edirəm, nə edirəm. Bu var bizə problem. Misal üçün, ən böyük mənim problemim bir məşqçilərlədir, bir də travmatoloqlarlandır. Travmatoloqlar hansını dindirsək deyir ki, əməliyyatdan sonra fizioterapiya lazımdır, vacibdir və hətta deyir ki, 51%, 60% əməliyyatdırsa, onun yerdə qalanını reabilitasiyadır. Amma gəlin baxaq ölkədə statistikada nə qədər travmatoloq fizioterapiyaya göndərir. Və ya deyək ki, gipsdədir. Məsəl üçün mənim idmançım əgər sınığı varsa, gipsdədirsə, mən gipsdə olduğu müddətdə belə mən onu fizioterapiyaya başlayıram. Maraqlıdır. Adi maqnitdir, yəni maqniti yerləşdirdik, gipsi də açmırıq, bir şey eləmirik. Məğz orada yerli qan dövranını artıraraq yaranı sağaltmaqdır. Travmatoloq gəl bunu başa sal. Ən böyük problemimiz onlardır. Bu xəstəxana sferasından, idman sferasında isə məşqçilər. Baxın, belə bir şey deyim. Hər bir zədənin sağalma bir dönəmi var. Məsəl üçün, əzələ toxumasının sağalma dönəmi daha tezdir, çünki qan dövranı daha rahat. Bağlardır, vətərlərdir, sağalma dönəmi çox uzun çəkir. Sinir ümumiyyətlə yəni çox uzun çəkir. Qığırdaq ümumiyyətlə mümkün olmayan bir bərpa prosesidir. Məşqçi deyir ki, 3 günə çatmalısan. Bunun bioloji vaxtı var, gəlib çatmalıdır, sağalmalıdır. Regenerasiya məsələləri var ki, vaxt lazımdır buna. Məşq edir ki, idmançını bu zədə ilə dərhal 3 gün. Doktor çox qaldı sizdə bu deyir. Məşqə dönməlidir. Deyir, bu qayıtmalıdır məşqə. Gəzə bilir də. Gəzə bilirsə və salam, bundan işlər bitir. Ümumiyyətlə, bu trenajör zallarında da kifayət qədər travma alan əhali var ki, burada məşqçilər niyəsə düşünürlər ki, onların gücü ilə ora müraciət edən insanın, birinci dəfə idman edən insanın gücü eynidir və onlara ağır məşqlər verirlər. Mən bunu dəfələrlə məşq edən biri kimi bilirəm, şahid olmuşam, öz üzərimdə də özümdə problem yaşamışam bununla bağlı ki, yəni hətta deyəndə də ki, mən yeni başlayıram, mən illərdir idman eləmirəm, mənə biraz yüngül məşqlərlə başlayın. Narahat olma, başlayacaqsan, eləməlisən, elə. Yəni belə qadınlar indi hardasa necəsə vəziyyətdən çıxa bilir, amma kişilərdə biraz da belə artıq özünü sındırmamaq üçün başlayırlar o ağırlıqların altına girməyə, ağırlıqlarla məşqlər eləməyə və sonra da zədə alırlar. Və mən düşünürəm ki, bu idman özünə məşqçiyəm deyən əslində bizdə necə baş verir? Araşdırsaq, sadəcə məşqə başlayırlar özləri, proteinlər, hormonlar, steroidlər istifadə edirlər, olurlar enli külək, şirbilək. Sonra çıxırdı ki, mən idmançıyam. Gəl səni məşq elətdirim. 3-4 dənə hərəkət öyrənir, nəinki onun üzərində eləyiblər və başlayır məşqçi kimi fəaliyyət göstərməyə. Yaxşı, fəaliyyət göstər, bildiyin 3-5 məşqi elə. Amma zərər vermə. Sonra başlayır, deyirsən, gəl hormonlarını ver, analizləri ver. Aqdır, sən həkimsən, sən nəyə lazımdır hormonlar? Sonra başlayır ona pəhriz yazmağa. Pəhriz də nədir? Düyü, nədir bu?
toyuğun döşəti. Axırda pasientlər sonra dietoloqa müraciət eləyəndə də deyirlər ki, doktor sən Allah nə yazsan, bizcə toyuğun döşəti ilə düyü yazma mənə. Artıq ürəyim bulanır. Nə qədər bunu yemək olar? İndi sözümü hamıya şamil eləmirəm, amma əksəriyyət gəlin etiraf edir ki, belədir və dietoloqlardan qanunu düşməndilər ki, lazımdır dietoloq, mən bilirəm nə yazacağam sənə. Yəni biz axı demirik ki, get bu məşqləri elə, bu idman hərəkətini. Biz onların işinə qarışmırıq. Məncə onlar da bu mövzuda biz bir qidalama mütəxəssisindən məsləhət alsalar, o onlar üçün də daha yaxşı olar, daha prestijli olar və gələn müştərinin də güvənini qazanarlar. Məsələn, mən bir hansısa zala getsəm, mənə desələr ki, bəli, məşqçimiz var, amma pəhrizinizi bizim dietoloqumuz yazacaq, nutrisioloqumuz yazacaq. O zaman mənim daha çox güvənim artar ki, gör buna nə qədər diqqətlə, hər kəs öz işini görür. Yoxsa yox, o boş şeydir, mən yazacağam. Bir insan hər şeyi bacara bilməz. Buna görə də bu mövzuda hətta çox məşhur insanlar da var ki, hamımız tanıyırıq da bütün günü hamıya xiyar yedizdirir, düşünür ki, hə, okey, bu əyləncəli ola bilər. Amma bəlli bir zaman sonra ortada nəticə olmayanda insanların güvənini itirən siz olacaqsınız. Çünki o boyda yaxtırım eləyirlər, o boyda maya qoyurlar, məşq zalları açırlar, hər şey var. Amma baxırsan ki, fitness zalının barı nədən ibarətdir? Orada protein şeyklər düzəldib satırlar. Ən yaxşı halda kofe çay. Faizdir. Yəni fitness batonçiklər və s. və qidalama ilə soruşanda heç nə yemə, az ye və s. Sonra da xəstə halbahal olur, vəziyyət əzələ itirir və gəlir düşür həkimə. Yəni burada vəziyyətin çıxış yolunu harda görürsünüz? Məndən heç kim inciməsin. Mənim o trenerlərin pasientlərinə də ehtiyacım yoxdur ki, öz xəstələrimə güclə baxıb çatdırıram. Sadəcə mövcud vəziyyət budur. Gəlin real danışaq. Mən başa düşə bilmirəm. Niyə bu qədər neqativ münasibət var? Niyə bu qədər yəni anlaşılmazlıq var bu mövzuda? Eynən. Onu çox gözəl deyirsiniz və şükür ki, buradan səsimizi ən azından ölkəyə çatdıra bilirik ki, ən azından insanlar sağlam olsunlar və seçə bilsinlər ki, nələr olmalıdır, niyə olmalıdır. Nələr olmalıdır? Siz peşəkarsınız bu mövzuda. Bir sağlamlıq mərkəzində, bir fitness mərkəzində deyim, bir reabilitasiya mərkəzində nələr olmalıdır ki, müştəri də gedəndə baxsın ki, bu kriteriyalara cavab verir, yoxsa yox? Mən düşünürəm ki, ən birinci formada bir xəstəlik haqqında bir kağız olmalıdır ki, mənim hər hansı bir problemlərim var yoxsa yoxdur, bu tip şeylər. İkinci, klinik həmin məkanın məşqçiləri həm tibbi baxımdan maarifləndirici seminarlara qoşulmalıdır həmişə və həmişə də yeniliyə açıq olmalıdır. Məsələn, bizdə bu problemlər niyə baş verir? Çünki biz tez yetərlənirik. Tez kifayətlənirik. Bunu həmişə nə ilə, özüm də çox qorxuram bu misaldan və çalışıram ki, həmişə yeniliyə açıq olum ki, kifayətlənməyim. Alternativə biz baxmırıq. Gəlib düşünmürük ki, məndən də daha yaxşı eləyəni var. Biraz müəyyən uğur əldə edəndən sonra mən hər şeyi yoluqam, hər şeyi eləyə bilirəm. Biz bunu ulduz xəstəliyi deyirik və mən bilən düzdür. Ya bir gücünün, ya səs tonunun, ya hansısa bir artıq kontaktları var deyə həmin kontaktların hesabında hər hansı bir problemi və ya cücərtini ört-basdır edirlər. Bu problemdir. Düşünürəm ki, insan yeniliyə açıq olmalıdır və ən azından özünə hörmət elədiyi kimi ətrafına da hörmət eləməlidir. Bu misalda həmişə deyirəm ki, bir baş ağıllıdır, iki baş bir başdan da ağıllıdır, üç baş vəbşə ağıllıdır, beş baş ümumiyyətlə ağıllıdır. Fikrimi izah edirəm. Yəni həmişə yeniliyə açıq olmaq lazımdır, yeni fikirlər ola bilər və məndən də daha yaxşısını ola bilər. Niyə də yox? Yəni ki, baxın, bu fitness mərkəzlərində və reabilitasiya mərkəzlərində yenə qayıdıram sualıma ki, nələr olmalıdır? Dediyim kimi, bu qeydiyyatdan əlavə mütləq pasiyentin sağlamlığı haqqında, harda problemləri var, harda problemləri yoxdur, bu haqda bir bilgiləndirmə blankı olmalıdır. Bəli. Bu həm də diqqətdir. Çünki əgər deyək ki, dizdə problemlər varsa və hələ də davam edirsə, bu məşqə başlamazdan əvvəl mütləq bir həkim müayinəsindən olunmalıdır. Diz qoruyucu idman hərəkətləri olunsun deyə. Eynən. Məsəl üçün, əgər mənim dizimdə problem varsa, mən oturub durma, squat dediyimiz hərəkətləri eləməli deyiləm. Velosiped? Yüklənməsindən asılı olaraq eləyə bilərəm və oturacağın düzgün nizamlanmaq şərti ilə. Və ya qırdağın yeyilməsinə asılıdır. Elə ola bilər ki, qırdaq çox yeyilib, ümumiyyətlə velosiped olmaz. Kardionu ellipsoid kimi eləyə bilərəm və ya yürüyüş eləyə bilərəm. Fərqli formaları dəyişə bilərəm və bu alternativləri, belə deyim, məşqçi ilə həkim bir yerdə işləməlidir. Məsələn, mənim şəxsən problemim nə olur? Məşqçiyə nəyisə hansısa bir sözü deyəndə məşqçi onu ya başa düşmür, çünki o özünü inkişaf etdirməyib. Çox tək məşqçilər var ki, bu sahədə özünü inkişaf etdirmiş olur və informasiya meyilli olur. Bəziləri bir şeydə nəticə əldə elədirsə, yox, deyir kifayətləndi, mən bu proqramım vardı, bu proqramdan işləyəcəm. Elə deyil axı, başqa variantlar var, individuallıq var.
Yəni İkinci cəhətlər. müəyyən bir minimumlar varmı ki, onları məşqçilər bilməlidir ki, bu yəni özləri ən azından məşqə başlamadan öncə xəstəni bir müayinə etsinlər, hardasa nə bilim necəsə ola biləcək problemi görsünlər, bilsinlər. Müayinə yox, etməli deyillər müayinə. Çünki hər hansı bir səhv yanaşma ola bilər, problem ola bilər gələcəyində. Minimumlar ən azından anatomiyanı bilməlidirlər, biomexanikanı bilməlidirlər ki, bu oturub durma hərəkətində diz hara baxmalıdır, barmaq hara baxmalıdır. Hara baxmalıdır? Düz baxmalıdır onlar hamısı. Düz baxmalıdır. Düz baxmalıdır. Çox məşqçilərdə görürəm ki, diz əsir və heç veclər nə də deyirlər, elə o formada davam etdirirlər. Bu düzgün bir şey deyil və işin biomexanikası var. O biomexanika boşuna deyil. Sabahları zədə riskini minimuma endirmək üçün də o biomexanikanın hamısı. Bu məsələləri Bəs bilməlidirlər. dartınma hərəkətlərində hərdən görürük ki, turnikdən sallanırlar və yaxud nə bilim baş aşağı çevirirlər müştəriləri və yaxud traksiyalar olur, bu reabilitasiya mərkəzlərində daha çox olur. Onların orqanizma belə deyək, problem yaratma, zədə vermə ehtimalı nə qədərdir? Birinci onu deyim ki, hər bir şey elmə əsaslanmalıdır ki, sabahları resept vermə şansı az olsun, problem yaratma şansı az olsun. Təəssüf ki, kurslar üsulla mən belə düşündüm, mən özümdən resept hazırladım kimi yanaşanların sayı çoxdur. Və ağırlıq daşları ilə ipə bağlayıb dartmanı görmüşəm, dartmanı eləyirlər və ya baş aşağı saxlayırlar. Bunun hər hansı bir protokolu olmalıdır. Məsələn, onu hazırlayan aparat onu boş-boşuna hazırlamır. Məsələn, müəyyən bir fizioterapiya aparatları var. Okey, mən həkiməm, amma mən o aparatı hazırlayana qədər ağıllı ola bilmərəm. Çünki onlar oturublar, insanlar üzərində araşdırma aparıblar ki, bu maqnit terapiyası neçə dərəcədə olmalıdır ki və nə qədər müddət olmalıdır ki, məsələn, artroza kömək eləsin, epikondilitə kömək eləsin. Adamlar üzərində işlər görüblər bunu. Mənə üstümə nə düşür? Proqrama uyğun olaraq oturum onu düzəldim. Mən oradan durub özümdən Amerika açım ki, yox, bəs bu qədər alim oturub orada işləyib və bunlar 20 dəqiqə yazıb və ya deyək ki, bu intensivlikdə yazıb. Bu intensivliyi mən daha çox eləyim, daha yaxşı olacaq. Yox, o düzgün deyil. Bir də o daha çox eləyim, yaxşı olacaq prinsipi. Çox yaxşıdır, o yaxşı bir şey deyil əslində. O keçmir ölkədə. Yəni çox yaxşı olacaq. Çox olsa, çox eləsəm daha yaxşı olacaq. Çox məşq eləsəm yaxşı olacaq. Bir dəqiqə, burada məşqin müddəti mi uzansa, yoxsa etdiyi məşqin sayı mı? Hər ikisindən. Çünki onun hamısını balansda saxlamaq lazımdır və məqsəddən asılıdır. Mənim məqsədim nədir? Misal üçün, mən gəlmişəm deyək ki, belə deyim, fit olmağa. Fit olmaq üçün mən ağır çəkilərlə işləməli deyiləm. Mən orada bəli. Aşağı çəki ilə sayı çox olmalıdır. Sayı çox olar və ya mən sayın çox olmasından tərəfdarıyam. Misal üçün deyək ki, 10 kiloluq qanteli 5 dəfə qaldırmaq yaxşıdır, yoxsa 1 kiloluğu 15 dəfə? Belə bir şey deyim. Mən ümumiyyətlə bu dəmir məsələlərini sevmirəm. Sevmirsiniz. Eynən. Niyə sevmirəm? Zal məsələlərini ümumiyyətlə sevmirəm. Çünki heç bir fəlsəfəsi yoxdur. Yəni dəmir yeyənlərdir, girirlər, başlayırlar dəmir işləməyə. Biznes fəlsəfəsi var, doktor. Təəssüf elədir, bəli, amma tibbi olaraq. Yəni tibbi olaraq da yox. Məsələn, mənim zalımda, reabilitasiya zalında bizdə gələn insanların çox soruşur ki, burada hanı aparatlar, aparatlarınız yoxdur. Mən deyirəm ki, ehtiyacım yoxdur mənə aparata. Mən minimalist işləyirəm və adi bədən ağırlığı ilə öz ağırlığımızdan. Bəli, elə məşqlər vermək olar. Adi sadə şarlarla, pilates şarları ilə elə məşqlər vermək olar ki, peşəkar idmançı belə onu bacarmır. Mən ölkədə top idman həkimi olduğum üçün top atletlərlə də işləmişəm. Voleybol olsun, futbolu olsun, karatesi olsun, yəni digər judosu olsun, digər idman növləri olsun. Yəni elə sadə məşqlər vermək olur ki, adi bədən ağırlığı ilə, heç ləvazimat tələb eləməyən. Onu eləmək olmur. Yorucu olmayan məşqləriniz var da. Əlbəttə ki. Tənbəllər üçün var. Və məsələn mənim yanaşma fəlsəfəm də belədir ki, məşq oyun kimi olmalıdır. Çünki adam məşq eləyəndə məsələn gördünüz bayaq sualınızda çalışdım ki, yayındırım ki, uzun saylı eləməyim. Çünki monotondur. Mən nə qədər 10 dəfə başlayacağam işləməyə. Fikrimi izah edə bilməyəm. Yəni 20 dəfə, 10 dəfə qutardı, 20 dəfə eyni çəki ilə. Oyun şəklindədir və oyun şəklində istənilən cins, istənilən yaş maraqlıdır oyunun üçün. Maraqlıdır. Gələcəm sizin reabilitasiya salonunuzda. Bax, çəkib qoyacağam Instagrama. Yorulsam, çətin olsa mənə heç nə. Zarafat edirəm. Bilirəm ki, mükəmməl görürsünüz işinizi və həm pasientləriniz məmnundur, həm həmkarlarınız, fizioterapeutlər kifayət qədər sizin işiniz haqqında məlumatlıdırlar və bilirlər.
Mən təşəkkür etmək istəyirəm dostlar. Reklamlara keçəcəyik indi. Verilişimizin baş sponsoru Ştada şirkətinə kalsium döyüş Nikamit portağal və limon dadlı çeydəmə tabletlərini isə təqdim edir. Kalsium və D vitaminin zifitinin profilaktikası məqsədi ilə həmçinin kalsium və D vitamini zifiti riski olan pasientlərdə osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində istifadə olunur. Kalsium döyüş Nikamit 25 ildən artıq mövcuddur, sınalmış preparatdır. Hamilələr və 3 yaşdan yuxarı uşaqlar da istifadə edə bilər. Təşəkkür edirik baş sponsorumuz Ştada şirkətinə. Digər təşəkkürümüz Böyük Britaniya təhsilli idman həkimi Fərid Səlimovadır. Belə ki, müasir fizioterapevtik yanaşmayla sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. Doğrudan bir çox xəstəliklərdə müalicəvi idman inanılmaz nəticələr verir və hələ işin başında doktor Fərid durubsa 055 318 83 94 nömrəsinə zəng edib Fərid doktorla əlaqə saxlaya bilərsiniz. Reklamlara baxaq, sonra maraqlı söhbətimizi davam etdirəcəyik. Verilişin baş sponsoru Kalsi D3 Nikamit.